Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, sizləri salamlayırıq və biz bu günləri sizlərlə bir yerdə və təbii ki, qonağımızla bir yerdə Türk dünyası mövzusunda müzakirəmiz, müsahibəmiz olacaq. Bizim bugünkü çəkilişimiz Müasir İnkişaf İctimai Birliyinin, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi Türk dövlətləri gənclərinin ideoloji həmrəyliyin gücləndirilməsinə dəstək adlı layihə çərçivəsində növbəti müsahibəmizdir. Bizim bugünkü qonağımız Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, dəyərli ziyalımız Faiq müəllim Ələkbərdir. Faiq müəllim, sizi salamlayırıq, xoş gördük, xoş gəlmişsiniz. Sağ olun. Çox sağ olun ki, bizim dəvətimizi qəbul edib, bugün təşrif buyurmuşsunuz. Mən artıq girişdə qeyd elədim, yəni Türk dünyası mövzusu müzakirə aparacağıq və burada gənclərə ideoloji dəstək məsələsini müzakirə edəcəyik. Və təbii ki, Türk dünyası deyəndə Faiq Ələkbərdə, Faiq Ələkbərdə deyəndə Türk dünyasının anlaşılması artıq bir fakt. Biz öyrənmək istəyirik, Faiq müəllim, Türk dünyasının, Türk dövlətlərinin hazırki inteqrasiya istiqamətindəki çalışmalarını qısa olaraq siz də ekskurs edəsiniz. Necə qiymətləndirirsiniz? Çox sağ olun, dəvətinizə görə də təşəkkürümü bildirirəm. Əlbəttə, Türk xalqlarının yaxınlaşması, istər gənclər olsun, yaşlı nəsil olsun, bütövlükdə müəyyən bir mərhələni adlamışıq. Yəni biz son 30-40 ilə vaxtda görürük ki, Türk xalqları olaraq böyük bir mərhələni keçə bildik. Bu çox çətindir. Hər halda burada heç də asan olmayan və bir çox hallarda isə mürəkkəb problemlərlə də rastlaşdıq. Ancaq yaxşı bəlkə adlandırmaq çətindir. Qənaətbəxş şəkildə biz bu mərhələni keçmişik. Türk insanları bir-birlərindən qaynayıb qarışırlar. Bu ancaq cismani bir yaxud da hansısa fiziksel bir anlamda yaxınlaşma deyildir. Bu mənəvi ruhi bir yaxınlıqdır. Artıq Türk insanı nədən bir Türk adını daşıdığını daha yaxşı anlayır. Mən düşünürəm ki, əvvəllər çox az insanlar bu Türk adının nədən onların üzərində olduğunu çox az insanlar dərk edirlər. Daha çox da Türk adı sadəcə bir milliyyət və kimlik və dil üzərindən daha çox anlaşılırdı. İndi də əslində bu məsələ var. Ancaq əvvəlkilərə nisbətdə, yəni son 30 il, 40 il artıq bir təxminən bir igidin ömrüdür. Bu müddət ərzində artıq anlaşılır ki, və anlayanların sayı hər gün daha da çoxalır ki, Türklük bir dünya görüşdür, bir mədəniyyətdir, bir əxlaqdır, bir fəlsəfədir. Bu anlamda insanlarımız məhz təkcə bir dil üzərindən, yəni o əvvəllər adlandırıldığı kimi və yanlış bir termin idi, mən hesab edirəm ki, Türk dilli danışan, konuşan ölkələr, dövlətlər kimi ifadələr vardı. Ancaq biz sadəcə Türk dilində danışmırıq. Yaxud da Türk dillərindən birində Azərbaycanda, Özbəkistan, Qazaxıstan, Kərkükdə, Anadoluda, Uyguristanda danışmırlar. Həm də o əsrlərin, minilliklərin ruhundan gələn bir türklüyün fəlsəfəsini, mahiyyətini, dünya görüş, əxlaqını da dərk edirlər. Bunun dərki mənə elə gəlir ki, artdıqca, xüsusilə də yeni nəsildə bunu mən hiss edirəm. Yeni nəsil bunu daha yaxşı dərk etdikcə bizim Türk dövlətləri olaraq, Türk xalqları olaraq istər müstəqil Türk dövlətləri, istər yarım müstəqil, yaxud da heç bir müstəqil olmayan Türk xalqları olaraq yəni böyük bir mərhələni keçmişik. Əvvəlki mən mərhələlər demirəm, əlbəttə çox zor şərtlər altında olmuşdur. Ancaq ən əsas mərhələmiz budur ki, artıq biz ruhu mənəvi anlamda türklüyümüzü dərk edirik və bu türklüyümüzü dərk etdikcə də, yeni nəsil dərk etdikcə, artıq əvvəlki nəsillərə nisbətdə nə türklüyü İslamlığa, nə xristiyanlığa,
nə deyək ki, demokratiyaya, liberalizmə, heç bir şeyə qarşı qoymaq deyil, əksinə mənə elə gəlir ki, sadəcə türklüyün öz mahiyyətini, mənəviyyatını, mənəvi ruhu tərəflərini ortaya qoyur və burada heç bir dediyimiz kimi üz-üzə qoymalardan, ziddiyyətlərdən yox, əksinə türklüyün bütün bir əxlaqi, fəlsəfi bir sistem kimi dərkini və bu dərkdən irəli gələrək insanlıq üçün vacibliyini daha yaxşı anlayırlar. Maraqlı qeydlər bildirirsiniz, Faik müəllim. Öyrənmək istərdim, bax bu ortaq türk əlifbası, ortaq türk ədəbi dili, yəni deyəsən artıq müzakirələr də başladı, müəyyən qərarlar da verilməkdədir. Siz necə müşahidə edirsiniz? Nə dərəcədə realdır məsələn? Bilirsiniz, bu əlifba, ortaq əlifba dediyimiz, ortaq türk dili dediyimiz, yaxud da tarix dediyimiz, nə bilim, və s. dediklərimiz, xüsusilə də indi əlifba məsələsi daha çox və ortaq dil məsələsi daha çox gündəmə gəlir. Biz biraz bunu daha məncə yəni buzdağının icebergin görünən tərəfini daha çox müzakirə edirik. Ona görə də bizdə belə bir tələskənlik var ki, nədən yəni bir ortaq əlifbamız formalaşmır, ortaq dildə danışmırıq. Bilirsiniz, burada yəni bir ortaq əlifba nədən belə yəni var bu məsələ, yaxud da ortaq dil dedik. Çünki bu yeni dedim, bu min illiklərdən gələn bir şeydir ki, yəni bu türk adlanan indi və ümumilikdə biz türk deyilik də, ancaq ki Qazaq, Özbək, Qırğız, Türkmən, Kərküklü, Uyğur, Tatar və s. və başqa yəni soydaşlarımız, xalqlarımız nədən yəni indi yoxdur, yəni bunun ortaq bir əlifbası yoxdur, yaxud da bir ortaq dildə anlaşa bilmir. Deməli, bu nəyin göstəricisidir, nəyin əlamətləridir? Vaxtilə olanların bir yanğısıdır, fəlsəfi bir, ruhi bir yanğıdır ki, olanımız olubdur, ancaq bugün nədən yoxdur? Ona görə də istəyirik ki, əvvəllər olanlar, mən əvvəldə deyəndə söhbət ən azı mən hesab edirəm ki, bir əsr yarıma qədər, yəni demək olar ki, əlifbamız da demək olar ki, azdan çoxdan eyni əlifba idi. Yəni indi ərəb əlifbası desək də, yəni əski əlifba yaxud da ərəb əlifbası desək də, sizdə yəni onu da özünküləşdirmişdik müəyyən mənada. Ancaq mən sizə deyim ki, yəni o anlaşır da, biraz xristiyan türklərindən, yaxud da buddist türkləri biraz kənarda qala bilər. Xüsusən də müsəlman türklərin hamısı ərəb əlifbasında həm anlaşırdır, həm də dilləri də demək olar ki, müsəlman xalqlarının mən yazı dilini nəzərdə tuturam. Çünki belə götürdükdə ünsiyyət dili olaraq Qaqavuz türkləri, yaxud da ki, Tuva türkləri, məsələn deyirəm, ya da başqaları, Uyğur türkləri məsəl üçün deyək ki, başqa məsələn, yaxud da Çinlərin təsir altında olaraq ki, Çin əlifbasından istifadə edək, anlaşırdıq. Bu başqa bir məsələ. Yəni, bizim üçün önəmli olan odur ki, bu ortaq əlifbamız məsələsində də onu da deyim ki, Latin əlifbasını da mən çox özgələşdirmək istəmirəm. Əslində, Latin əlifbası da keçmişdə bizim üçün doğma bir əlifba olubdur. Bir çox bilgələrimiz də deyirlər ki, hətta türkün ilə əlifbasının əsasında elə Latin əlifbasıdır. Yəni, mən bunu da qəbul edirəm ki, əslində İslama qədərki dönəmdə Latin əlifbası, İslamın müəyyən dönəmi, sonraki dönəmlərdə də Latin əlifbası bizim üçün ortaq bir əlifbamız olmuşdur. Sadəcə dediyimiz kimi, İslam dinini qəbul edən türk xalqlarının böyük bir qismi ərəb əlifbasında yazması, zaman-zaman da birdən-birə yox təbii ki, yəni söhbət 11-ci əsrdən, xüsusən də 11-ci əsrdən gedir. Beləcə də, yəni bir qismimiz Latin əlifbasında qaldı, bir qismimiz ərəb əlifbasında, bir qismimiz deyək ki, Çin əlifbası və s. belə axır. İndi isə heç bir ciddi mən problem görmürəm. Yəni ki, burada bizim niyə, məsələn, ortaq əlifbamız yoxdur? Biz burada sadəcə biraz müsəlman xalqlarının, müsəlman türklərini, yəni İslam dini qəbul etmiş türklər istəyirik ki, bir əlifbada olsun. İndi xristiyanlar, temizlikdə qalanlar, yaxud da buddist türklərindən də anlaşılacaq bir dilimiz olsun, lap yaxşı yəni. Buna da heç bir problem yox. Əlbəttə ki, biz əslində də anlaşırıq.
bizim son əsrlərdən, xüsusilə də son 1 və 2 əsrdə bir-birimizi yazıda, əlifbada və ortaq yəni bir deyək ki, danışma anlamında biz indi bunu ümumi anlamda türk dili deyirik. Son əsrdə, son əsr, yarım 2 əsrdir bu baş verdi. Niyə bu da baş verdi? Bu bir gerçəklikdir ki, son 2 əsrdə biz türk xalqları olaraq zəiflədik və türk xalqları olaraq böyük dövlətlərimizdən məhrum olduq. Başqa imperiyaların əsarətinin altına düşdük. Demək olar %80-90% belə oldu. Müstəqil və bağımsız qalan yeganə 1923-cü ildə Türkiyə Cümhuriyyəti idi. Yerdə qalanlarımız da zaman-zaman yarım müstəqil, bəzən müstəqilliyə cəhdlər doğruldu. Biz onların da haqlarını danırıq əlbəttə ki. Ancaq gerçəklik budur ki, yəni son 2 əsr bizim üçün əsasən fəlakətli bir dönəmdir. Bütün anlamlarda. Dövlətçiliyimiz anlamında, ortaq dilimiz, ortaq əlifbamız, ortaq fəlsəfəmiz, ədəbiyyatımız, bütün sahələri belə problemlər yaşadıq. Təsadüfi deyil ki, böyük Əli bəy Hüseynzadələr, İsmail bəy Kasparlar, Yusif Akçuralar, nədən bax bunun və başqa böyüklərimiz, Şahabəddi Mərcanilər, Behbudilər, Baytursunlar və başqalar nədən bu təlaşla bu məsələləri dilə gətirdilər 100 il bunun öncə? Çünki ortaq dediyimiz bir çox şeylər, ortaq dövlətçiliyimiz, dövlət getdisə, sözün açıq bu bir gerçəkdir, böyük dövlətlər getdisə, dil də gedir, tarix də gedir, əlifba da gedir, nə mənada? Yəni, başqa böyük imperiyalarının, artıq türk xalqları başqa böyük imperiyalarının müəyyən anlamda onların bir müstəmləkəsi hissəsinə çevrilirlər, paramparça halına gəlir. Bu bir gerçəklik, bundan ibarət. O zaman indi biz deyirik ki, ortaq türk dilində niyə anlaşmaqda çətinlik çəkirik? Bunu yəni Batı, yəni Qərb, Avropa, Rusiya, Çar Rusiyası, Sovet Rusiyası, Çin və başqaları, onların hər birisi çalışdılar ki, biz elə bir, yəni onlar öz ətrafındakı türk xalqlarını elə etdilər ki, digər türk xalqlarını anlamaqda çətinlik çəksinlər. Başardılar müəyyən mənada. Başardılar. Rusiya imperiyasının tərkibində qalanlar artıq Anadolu türklərindən, Kərküklərlə, Uyğurlarla, hətta Rusiya imperiyasının tərkibində olanlar da elə etdilər ki, Çarlıq biraz etdi. Hatta Sovet Rusiyası elə etdi ki, güya bizə qarğı göstərdi Sovet Rusiyası, özbəkcəni inkişaf etdirdi. Türkmenistan'da Türkmencəni inkişaf etdirdi. Azərbaycanda Azərbaycan türkçəsini güya təzə, yəni hətta təzə dil yaradı. Xeyr, onlar nə etdilər? Onlar nə etdilər? Elə etdilər ki, Türkmenistan'da Türkmencəni elə bir şəkildə tədris etdilər ki, Azərbaycan türkçəsində Türkmencə dönənə kimi %95% eyni idi. Ancaq bu gün biz yəni Türkmenləri, halbuki o Türkmenlər, Xəzərin o tərəfindəki Türkmenlərlə, Xəzərin bu tərəfindəki Azərbaycan Türkmenləri, Türkləri, yəni nədir adlandıraq, biz yoxsa deyirik oğudur. Niyə biz bir-birimizi anlamayaq ki? Haradasa Qazaq qırğızla deyirik ki, anlamamakda, hə, anlayırıq niyə Tatar Qazaq. Bəs niyə mən Türkmenləri anlamayayım, yaxud da ki, biz niyə Özbək qardaşlarımızı, xüsusilə də Xarəzmdəkiləri anlamayaq. Yəni, bu bir siyasət idi. Məsələn odur ki, yeni nəsil, bizim yeni nəsilimiz, yəni yeni nəsil, yeni bir türk nəsli yetişir və mən altını çizərək deyirəm. Dünyada indi mövcud olan bu türk nəsli dediyimiz bir milliyyətçilik, bir qövm, yaxud da bir ilk məsələsi deyildir. Bu, bir türklük ruhunda, türklük əxlaqında böyüyən, yetişən bir nəsildir. Onun arasında müsəlman dininə, yəni İslam'a inancı ola bilər, Xristiyan inancı da ola bilər, Buddhist inancı da ola bilər, Tengiz inancı da ola bilər, Yahudi inancı, İudaist inancı. Ancaq yeni bir nəsil formalaşır ki, bu yeni nəsil sözün həqiqi mənasında ruhu mənəvi yaxınlıq onların ortaq əlifbasını da, ortaq dilini də yavaş-yavaş
meydana qoyur. Mən artıq Qazaxstanda, Özbəkistanda bu yaxınlarda oldum, Türkiyəmizdə də olub. Ben artık yani demək olar ki biz birbirimizin ruhumuzu anlayırıq və bizi dilcə, yəni güya bizi qarnımıza qalmış o qərbirlər, yaxud da o Rusiyadan olanlar, yəni içindən o ki güya bizim dilimizə qarnısına qalmış çevirdirlər, ləhcəvi anlamı deyir. Onlar bunu müəyyən dərəcədə başara bilərlər, ancaq bütövlükdə bizim ruhi, mənəvi anlamda onlar bizdən başara bilmədən yeni bir nəsil yetişir ki, onlar bir-birlərini anlayırlar. Yəni ləhcə ayrılığı, yaxud da əlifba ayrılığı əlbəttə bunda çox qısa bir zamanda həll edirik. Ancaq yenə deyirəm, bu bir savaşdır. Qərbirlər bir yandan oyun oynayırlar ki, bu alınmasın. Rusiya Federasiyası bir tərəfdən, Çin bir tərəfdən, başqa ölkələr də var. Ancaq yenə dediyimiz kimi artıq Türkün yeni bir dirilişi baş veribdir və yeni yetişən gənc nəsil bir-birlərini o qədər yəni ruhi mənəvi anlamda anlayırlar ki, o əlifba ayrılığını da o dil ləhcələri anlamında deyirəm ki, ləhcələrin ayrılığını da aşa biləcəyik biz inşallah. İnşallah. Akmal, siz elə özünüz çıxışınızın sonunda sanki son növbəti sualımıza bir istiqamət vermiş oldunuz. Gənc nəsildən məsələdir. Gənc nəsil özlərinə düşən işi görə bilirmi? Və sizlər, bizlər onlara lazım olan o türklük şuurunu, ideologiyasını çatdıra bilirik. Biz yəni açıq olmaq lazımdır. Türk xalqlarının gənc nəsilləri, gənclərimiz, yaş nəsli, əgər problem varsa, onun böyük bir qismi məhz yaşlılar üzərindədir. Yəni, o yaşlı nəsli deyərkən də biz təbii ki, bilgəlik, ziyalı anlamında ki, o gənclərə yol göstərəcək insanlar öz vəzifələrini doğru dürüst icra edirlərmi? Çox az qism burada icra edənlər var. Bilirsiniz, bir tərəfdən, yəni, Türkistanımızda, mən Özbək, Qazaq, Qırğız, Türkmen elini nəzərdə tutaraq Türkistanımızı deyirəm. Yaxud da ki, Azərbaycanımızda, Anadolumuzda, Kərkükdə, Uğuristanımızda, Güneydoğu Türkistanımızda, Kırımda və digər ellərimizdə bu vəzifənin yəni gənc nəsli doğru dürüst bir ruhda yetişdirməkdə işlər gedir. Əvvəlki illərə nisbətlərlə də xeyli dərəcədə irəliləyişlər var. Ancaq yetərli deyildir mənim fikrimə görə. Biz təbliğat, indi təbliğat çox şey yazılır. Təbliğat vasitələrindən doğru dürüst və səmərəli şəkildə istifadə etmək lazımdır. Bəzən biz, mən də bəlkə gəncləri qınayırıq, ittiham edirik ki, bir çox milli mənəvi dəyərlərimizi yetərincə idrak etmişsiniz, yaxud da ki, nədən məhz milli dəyərlərimizə laqeyd, biganə yanaşmaları var. Müəyyən dərəcədə bu məsələlərdə gənclərin ittihamlarımızda haqlı ola bilərik, ancaq ümumilikdə isə qətiyyən yox. Yəni, gənc dediyimiz insanlarımızı biz onlara yol göstərməliyik. Nə ilə yol göstərəcəyik? Boş-boş sözlərlə yox. Populist, yaxud da ki, içi boş, ancaq gözəl görünən şablon sözlərlə yox. Daha çox gerçəkçi və daha çox əməli bir şəkildə bunları ifadə etmək lazımdır. Sözün həqiqi mənasında türklük ruhunu daşıyan qəzetlər, radiolar, telekanallar çox azdır. Var, əlbəttə var. Bəzləməzdik ki, yoxdur. Azərbaycanımızda, mən Özbəkistanımızda da olanda görürəm, orada da var. Müsahibələr də verir, Qazaxıstanımızda da var, azdan çox, Türkiyəmizdə də var. Ancaq yetərli deyil. Yetərli olmamasının da səbəblərini müxtəlif məsələlərə görə bunu izah edə bilərik. Hər dövlətin də, yəni deyək ki, Türkiyədə Türk ruhlu gənc bir nəslin yetişdirilməsi biraz fərqli son əsrlərdə də, əvvəllər də var, son əsrlərdə biraz fərqli yöndən
məncə inkişaf etmişdir. Lakin Türkiyədə gənc nəslin sırf müəyyən mənada türklük üzərində qurulmasının ancaq milliyyətçilik kimi qavranır. Və bu deyək ki, İslamı məsələdən, İslamı dəyərdən uzaq olursa bu problemli sayılır. Bir qismi belə düşünür. Başqa bir qismi isə hesab edir ki, bu ancaq demokrat, liberal demokrat rolu olmalıdır. Bu da bir problemdir. Azərbaycanımızda bunlar da yaşanır. Mən Quzey Azərbaycanımızı, indiki Azərbaycan Respublikası nəzərdə tuturam. Azərbaycanımızın güneyində beləsə, orada da fərqli məsələlər var. Orada da İslam dininə, yoxsa da dini məsələyə və demokratiya, bəşəri ideyalara belə demək mümkündürsə, bəşəri ideya deyərkən də, yəni, biraz da bu çox da dəqiq ifadə deyil. Hansı ideyaların bəşəri olmadığını da müəyyənləşdirmək və yaxud da onu iddia ilə hökmən söyləmək o qədər də mümkün deyildir. Yaxud da Türkistanımızda, az öncə də ifadə etdim, Türkistanımızda da Azərbaycan kimi yaşantılar var, ancaq biraz fərqlidir. Herhalde Türkistandakı Türk xalqlarının dediğimiz gibi ancaq müstəqil dövlətlər olan Türk xalqlarına yetmir. Eyni zamanda orada başqa Əfqanistanda, Tacikistanda, Çində və digər yerlərdə yaşayan Türk xalqları da var. Yəni bunların hamısını ayrı-ayrıqda nəzərə salmaq və onları izah etmək lazımdır. Hər halda mən ümid edirəm ki, yeni yetişən Türk nəsli, gənc nəsilimiz, yəni əvvəlkilərə nisbətdə artıq bunların, yəni İslam, Xristiyanlıq, yəni dini məsələlərə baxışında, yaxud da ki, demokratiya, liberalizm, liberal demokratiya, sosial demokratiya və digərlər olsun. Hər halda biraz aydın təsəvvürü var. 150 ilə buna nisbətdə hesab edirəm. Ona görə indiki nəslin problemlərə, məsələlərə, ideyalara yaxınlaşması daha təmkinli, daha hər tərəfli və biraz da universal şəkildə yaxınlaşmaları var. Mən bunu görürəm. Mən elə gəlir ki, bizim əgər hesab edirik ki, yeni nəsli biz yönətə bilmiriksə, yeni nəsli Qərbillər, Rusiyadan olanlar, Çindən olanlar, nə bilim, başqaları idarə edirsə və asanlıqla öz ideyalarına cəlb edə bilirsə, deməli, biz zəifik. Biz artıq bu məsələlərdə deməli, yetərincə güc qoya bilmirik. Yaxud da bu Türk dövlətlərində və yaxud da başqa müstəqil olmayan digər Türk xalqlarında özünü ziyalı kimi, özünün bilgə kimi, ustaz kimi qələmə verənlərin üzərində problem vardır. Baxın, yenə deyirəm, mənim üçün bu mənim şəxsi düşüncəmdir. Hansı inancılı olursan ol, dini inancına, siyasi əqidələrinin, hansı siyasi əqidəyinə inanırsan, inan. Ola bilir, yəni, zaman-zamanda insanlar siyasi əqidələrə də dəyişə də bilər, yaxud da dini inanclarında da ola bilər. Ancaq, yəni, türklüyün biraz mahiyyətini dərk etmək lazımdır. Türklüyün fəlsəfəsini biraz azacıq olursa da anlamaq lazımdır. Əgər biz türklüyün azacıq fəlsəfəsini, mahiyyətini anlayırıqsa, yeni nəslə də onu ötürə biliriksə, yeni nəsildə bir türk olaraq müsəlman, xristiyan, liberal, demokrat, sosial demokrat və s. və ilaxır məsələlərə yanaşmada nə olursa olsun, yəni o alt yapısında, onun bazasında bir türklük varsa, o bununla da yoluna devam edəcəkdir. Aydındır hocam. Və mən demək olar ki, biraz sona doğru yaxınlaşırıq. Mənim üçün maraqlıdır. Türk Dövlətləri Təşkilatı birləşibdir və çox ciddi çalışmalar həyata keçirilir və dünya da bu məsələlərdən qızıq olur, narahatdır, gərgindir. Qarşı tərəf, rəqiblərimizinmi, düşmənlərimizinmi qısa olaraq fikirlərimizi öyrənmək istəyirik, davranışlarını necə qiymətləndirirsiniz? Təbii qiymətləndiririk. Yəni, Türk adı altındakı xalqlar, Türk adı altındakı dövlətlər tarixən də, bu gündə, gələcəkdə də həmişə öz varlığını ortaya qoyduğu üçün
və həmişə də qoyacağı üçün digərləri üçün, yəni Türk adı altından, Türk məhfumundan bütövlükdə qəbul etməyənlər və uzaq olanlar üçün narahat edici ola bilər. Əslində bizim Türk kimi varlığımız dünəndə, bu gündə və sabah və yarın üçün də əslində dostlarımız üçün də, bizi rəqib görənlər üçün də, bəlkə düşmən görənlər üçün də mənə elə gəlir ki, bizim varlığımız onlar üçün bir yaradanın lütfüdür. Çünki Türk varlığının olması onları da müəyyən bizi rəqib görənləri, hətta düşmən görənləri də müəyyən mənada diri tutur yəni. Bizim varlığımız onları özlərini də ifadə etməyə çalışırlar. Baxın, yenə deyirəm, tarixə də baxdıqda görürük. Hətta Türkün ən zəif tarixində belə Türklə mücadilə etdikləri üçün, Türklə mücadilədə hansısa bir kiçik bir savaşda qalib gəldikləri üçün nə qədər tarixlərində bəhs edənlər var. Bu elə bir şey deyil. Baxın, Fars adlandırılanlar, Yunan deyilənlər, Almanlar, Fransızlar, Romalılar, məsələn deyirəm, Ərəblər, hamısı keçmişində fəxr edirlər ki, nə zamansa Türklərə mübarizə aparırlar, hətta haradasa kiçicik bir savaşda da qalib gələcək, o da böyük bir təntənə ilə tarix kitablarında yazırlar. Bəzən düzdür, bəzən bu məsələləri örtbas etmək üçün o xalqları Türk yox, naməlum adlandırılır edirlər, ancaq nə edirlər etsinlər? Ancaq onu bütövlükdə inkar edə bilmirlər. Ən uzaq başı deyirlər, ola bilsin ki, Turanlı Türk yox, nəsə tarixə bəlli olmayan naməlum bir xalq olmuşdur. Mən deyirəm ki, tarixə, qərb tarixçiliyində, Rusiya tarixçiliyində, Çin tarixçiliyində nə qədər gizləsə də ki, Türkün adı olmasın, naməlum bir xalq kimi görülsün. Ancaq aşağı yuxarı bəllidir ki, bu Türk xalqlarıdır və bunları da həmişə bunlar Türk xalqlarıyla, yəni Türk xalqlarının qurduğu dövlətlərdə mübarizə içində olurlar. Yəni nə demək istəyirəm? İndi də bu gün də belədir. Hətta dediyimiz kimi ən zəif dövrümüzdə belə bizsiz, yəni Türk məhfumundan kənara çıxa bilmirlər, uzaq başı dəyişdirirlər. Məsəl üçün, Türk deməyən yerdə Moğol deyə bilərlər, Türk deməyən yerdə Babur deyə bilərlər, Türk deməyən yerdə Səfəvi deyə bilərlər. Məsələn, yəni, Tatar deyərlər bilərlər. Allah rəhmət eləsin, Qəni Əli Şeyinzadə. Bunlar çox gözəl şəkildə izah edir. Yəni demək istədiyim odur ki, bugün və gələcəyi üçün də Türk məhfumundan, yəni bu və digər anlamda həmən o Qərb dövlətləri olsun, Rusiyası, Çini, ya da başqaları olsun, özünü İran adlandıranlar olsun, Yunan adlandıranlar olsun. Gələcəkdə də özlərində ancaq Türk var, Türk yenidən bir böyüyə bilər, yenə də edə bilər deyə, yəni bu işlərlə uğraşırlar, bu işlərlə bir şeylər etməyə çalışırlar. Etsinlər, biz də yeni nəsil, dediyimiz kimi, biz də yeni nəslə demək istəyirik ki, yeni nəsil də bilsin ki, tarix boyu, min illər boyu biz həmişə ədalətlik, bərabərlik, bir fəlsəfəsi, insanlıq fəlsəfəsi üçün mübarizə vermişik. Türk demək, yəni, bilirsiniz, Türk sözünü müxtəlif xalqlar müxtəlif cür qozurlar. Çinlilər, Ruslar, nə bilim, Danimarkalılar, İngilizlər, hərəsi bir cürə deyirlər. Çünki onlar da mən təbii başa düşürəm. Birisi Türk dedikdə böyük deyir, Türk demək qüvvətli deməkdir. Çünki Türkün gücünü görmüşdür fizik. O birisi demək, Türk demək deyir, insan deməkdir. O birisi deyir, Türk demək, nə bilim, törəyən deməkdir. Və s. və elə axır. Demək istədilir ki, olsun. Ancaq Türk demək, deməli, Türk demək insanlığın özüdür, ədalətin özüdür. Yəni, Türk demək, Türk anlayışı adı altında genindən, dinindən, irqindən, cinsindən sonra Türk adı altında, əgər bir insan Türk adı altında dövlət qurursa, yaşayırsa, o deməli, o insanlıq üçün bu vardır. O əxlaq üçün, o insanlığın davamı üçün, bəşəri insanlığın davamı üçün, yoxsa yəni kiçicik bir dar və məhdud anlamda bir milliyyətçilik davası deyildir bu. Bizim davamız bir İngiliz, bir Fransız, bir Çin, nə bilim, bir Ərəb, Fars milliyyətçiliyi olmamışdır və ola bilməz də. Zaten bizim qızıl əlma dediyimiz fəlsəfəmizdə dünyada alma kimi təsəvvür etdiyimiz dünyada bir ədaləti saxlamaqdır, insanlığı saxlamaqdır, məzlumun yanında olmaqdır. Yəni bir insan göz
gözyaşları içərisində və məzlum olmasın. O baxmır onun irqi, cinsi, dərisi hansı rəngdədir, hansı soydandır, hansı boydan. Yəni demək istəyirəm odur ki, bu bizim varlığımız ona görə də başqa xalqlarda müəyyən mənada ədalətli olmağından çoxdan sevq edir. İnsanlığa azad olsa xidmət etməyə sevq edir. Kənara çıxanları da Türkün ədalətinlə bir yanında gələn, bir yanında qılıncla da yenidən özü meydana çıxır. Ya məcbur edir, ya da ki özü. Bunlar heç birisi, yəni bunları edəcək birisi ortada yoxdursa, bir qövüm yoxdursa, o zaman yenidən Türk öz bir əlində qələm, bir əlində qılıncla yenidən meydana çıxır və yenidən dünyada insanlığı xilas edir. Təşəkkür edirik Faiq müəllim sizə maraqlı fikirləriniz üçün, dəvətinizi qəbul edib studiyaya gəldiyiniz üçün və biz müsahibəmizi yekunlaşdırırıq. Bax belə, əziz tamaşaçılar, siz isə bizi izləməyə davam edin ki, bizim növbəti müsahibələrimizdən, müzakirələrimizdən xəbərdar olasınız. Sağ olun, salamat qalın.